Salam əziz abituriyentlər, biz bugün sizinlə Azərbaycanın geoloji və geomorfoloji quruluşu mövzusunu öyrənəcəyik. Ölkəmizin sahəsi 86,6 min kvadrat kilometrdir və Azərbaycan Avrasiya materikində Avropa və Asiya qitələrinin qovuşduğu sahədə Alp-Himalay dağ sistemində yerləşən seismik bir ölkədir. Ölkəmizin ən hündür zirvəsi 4466 metr olan Bazardüzü zirvəsidir. Ən alçaq nöqtəsi isə -27 metr olan Xəzər dənizinin səviyyəsidir. Ölkəmiz qurudan 5 ölkə ilə sərhəddə yerləşir. Şimalda yerləşir Rusiya Federasiyasının Dağıstan Respublikası, şimal-qərbdə Gürcüstan Respublikası, qərbdə Ermənistan Respublikası, cənub-qərbdə Türkiyə, cənubda isə İran İslam Respublikası ilə həmsərhəddir. Respublikamız şərqdən Xəzər dənizinin suları ilə əhatə olunmuşdur. Azərbaycanın ucqar nöqtələri şimalda Qutondağ, şərqdə Şahdili neft daşlarında göstərirlər, qərbdə Candargöl və Sədərək də bura aid edilir, cənubda isə Astaraçay olacaq. Azərbaycan tarix səhnəsinə Mezozoyun sonu Kaynazoyun əvvəllərində çıxmışdır. Mezozoyun sonunda Ərəbistan litosfer tavası şimala doğru hərəkət edərək Şərqi Avropa litosfer tavası ilə toqquşmuşdur və nəticədə Kaynazoyun əvvəllərində Böyük və Kiçik Qafqaz dağlarının yerində çox da hündür olmayan adalar yaranmışdır. Növbəti dövrlərdə isə artıq Böyük və Kiçik Qafqaz dağları güclü qalxmaya məruz qalmışdır və Kaynazoyun sonunda indiki düzən ərazilərimiz səthə çıxmışdır. İndi isə gəlin Respublikamızın sərhəd boyu uzanan coğrafi obyektlərinə baxaq. Rusiya Federasiyası ilə sərhəddə Samur çayı, Sudur silsiləsi və Baş-Qafqaz silsiləsi uzanır. Gürcüstanla sərhəddə Mazım çay, Qanıq çay, Qabarlı çayı, Qanıq çayı, Ceyrançöl Alcaq dağlığı, Acınohor, Qanıq əyri çay, Qarayazı düzü və Candargöl yerləşir. Qərbdən ən uzun sərhədimiz olan Ermənistanla sərhəddə yerləşir ki, onun da uzunluğu 1007 kilometrdir. Rusiya ilə 391 kilometr, Gürcüstanla 471 kilometr, Ermənistan ilə 1007 kilometr sərhədimiz var ki, onunla sərhəddə Qazax, Akstafa, Tovuz rayonları, bundan başqa Murğuz silsiləsi, Şahdağ silsiləsi, daha sonra Qarabağ vulkanik yaylası, Həkəri, eyni zamanda Dərələyəz və Zəngəzur silsilələri də Naxçıvandan sərhəddə yerləşir. Cənub-qərbdən Türkiyə ilə ən az məsafəmiz 15 kilometrdir və Türkiyə ilə sərhədimiz Sədərək və Araz çayı boyunca uzanır. Cənubdan isə sərhədimiz Araz çayı boyunca İran Respublikasındandır. İranla sərhədimizin uzunluğu 765 kilometr təşkil edir. İranla sərhəddə Araz çayı, eyni zamanda Araz boyu düzənliklər, bunlara Sədərək, Şərur, Böyükdüz, Naxçıvan düzü, Gülüstan, Ordubad düzü, bundan başqa Gəyən, İncə, Hərami düzü, daha sonra Talış silsiləsi və Astaraçay. Şərqdən isə Xəzər dənizi ilə sahilimizin uzunluğu 825 kilometrdir. İndi isə gəlin sərhəddə yerləşən rayonlara nəzər salaq. Xəzərin sahilində Xaçmaz, Şabran, Siyəzən, Xızı, Sumqayıt, Bakı, daha sonra Salyan, eyni zamanda burada Cənub-Şərqi Şirvan düzü, Salyan düzü, Neftçala da Xəzər görür. Daha sonra Masallı, Lənkəran və Astara da Xəzərə çıxır. Rusiya ilə sərhəddə yerləşən rayonlarımız bizim olacaq. Xaçmaz, daha sonra Qusar rayonu, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarıdır. Gürcüstanla sərhəddə yenə olacaq Balakən, Zaqatala, Qax rayonu. Fikir verdinizsə, bu üç rayon həm Rusiyanı, həm də Gürcüstanı görür. Bundan başqa Ağstafa, Tovuz həm İranı, Tovuz həm Ermənistanı, həm Gürcüstanı görəcək və Samux rayonunun da Gürcüstana çıxışı var. Ermənistanla sərhəddə yerləşir Qazax, Tovuz, Gədəbəy, Daşkəsən rayonu, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonları. Eyni zamanda Naxçıvanın rayonları Ermənistanla sərhəddədir. Sədərək 3 ölkəni görəcək, həm Ermənistan, həm Türkiyə, həm İranı və burada Şahbuz sadəcə Ermənistana çıxacaq. İranla sərhəddə yenə dediyimiz kimi Naxçıvanın rayonları, daha sonra gəlirik buradan Zəngilan həm İrana çıxdı, həm Ermənistana. Ondan sonra burada Cəbrayıl, Füzuli, Beyləqan, İmişli, Biləsuvar, Cəlilabad, Yardımlı, Lerik və
Astara rayonları İranla sərhəddə yerləşir. Bu oldu bizim sərhəddə yerləşən rayonlarımız. Respublikamız iki ölkə ilə sadəcə su sərhəddinə də malikdir. Bu isə Qazaxıstan və Türkmenistandır. İndi isə gəlin respublikamızın geoloji quruluşuna nəzər salaq. Dedik ki, respublikamız Mezozoyun sonunda Ərəbistan tavasının şimala hərəkət etməsi nəticəsində və Avrasiya ilə toqquşması nəticəsində yarandı. Əvvəlcə Kaynozoyun əvvəlində Böyük-Kiçik Qafqaz dağlarının yerində çox da hündür olmayan adalar yarandı. Daha sonra isə bu adalar güclü qalxmaya məruz qaldı və hündür dağlara çevrildi. Kaynozoyun sonunda isə artıq düzən ərazilərimiz üzə çıxdı və indiki ərazimiz formalaşdı. Azərbaycanda ən qədim süxurlar Naxçıvanda və Tovuzda yerləşir. Naxçıvanda Dərəliyəz silsiləsində və Sədərək qalxmasındadır və burada üst paleozoyun süxurları yerləşir. Tovuzda isə Zəyəm Əsrikçayın hövzəsindədir ki, ən qədim süxur alt paleozoy olan həmən bu Tovuzda yerləşən süxurdur. Deməli, ən qədim süxurlarımız hansı oldu? Paleozoya aid olan alt paleozoy, üst paleozoy. Alt paleozoy oldu Tovuzda Zəyəm Əsrikçayın hövzəsində, üst paleozoy isə oldu harda? Naxçıvanda, Dərəliyəz və Sədərəkdə. Daha sonra Azərbaycanın ərazisi, deməli bu 130-250 milyon il əvvəlki halıdır və burada fikir verirsinizsə, Tetis okeanın suları ilə hələ də örtülü olmuşdur və sadəcə Böyük-Kiçik Qafqaz dağlarının yerində çox da hündür olmayan adalar olmuşdur. Və artıq 1.5-1.8 milyon il əvvəl həmən dağların hündürlüyü artdı və ölkəmizin düzənlikləri üzə çıxdı. Mezozoyun bütün dövrlərinin süxurları, eyni zamanda Kaynozoyun bütün dövrlərinin süxurları mövcuddur. Mezozoyun, Trias dövrünün süxurları yalnız Naxçıvandadır. Gəlin, xəritə ilə öyrənək. Dedik ki, paleozoyun çöküntüləri ən qədimdir. Alt paleozoy oldu harda? Tovuzda. Üst paleozoy oldu harda? Naxçıvanda. Mezozoyun Trias dövrünün süxurları isə Trias yalnız Naxçıvandadır. Yura dövrünün süxuru isə Böyük-Kiçik Qafqaz dağlarının yüksək dağlığında yerləşir. Böyük-Kiçik Qafqazın yüksək dağlığı. Təbaşir dövrünün süxurları isə Böyük-Kiçik Qafqaz dağlarında və orta dağlıq ərazidə yerləşəcək. Kaynozoy erasının çökmə süxurları isə Azərbaycan ərazisinin 5/4 hissəsini əhatə edir. Bu əsasən düzən ərazilərdə, ovalıqlarda yerləşir və bu ərazilərdə daha çox ovalıqlarımızda 4-cü dövrün, alçaq və dağatayında isə Neogen və yaxud da 3-cü dövrün süxurları geniş yayılmışdır. Paleogen dövrünün süxurları yerləşəcək Talış dağlarında, Naxçıvanda, Abşeron, Qobustanda və Şahdağ silsiləsində. Deməli, paleogen, Kaynozoyun paleogen dövrünün süxurları harda oldu? Naxçıvanda, Talışda, Abşeron, Qobustanda və Kiçik Qafqazda Şahdağ silsiləsində. Paleogen dövrünün süxurları isə olacaq yenə Abşeron, Qobustanda, daha sonra Qusar Maili düzənliyində, Ceyrançöl, Acınohurda və Naxçıvanın yüksək hissələrində, eyni zamanda Talış dağlarında da kiçik bir hissədə olacaq. 4-cü dövrün süxurları isə Samurdavəç ovalığı, baxın burada, Abşeron, Qobustanda, bütövlükdə Küraraz ovalığında, Lənkəran ovalığında yayılmışdır. Gəlin təkrar konspektləşdirək, yadımızda qalsın. Deməli, ən qədim süxur hansı oldu? Paleozoyun süxuru. Alt paleozoy, üst paleozoy. Alt paleozoy ən qədimidir Tovuzun Zəyəm çay Əsrikçayında. Üst paleozoy isə yerləşdi harda? Şərurda, Sədərək qalxmasında. Keçdik Mezozoya. Mezozoyun Triası harda oldu? Yalnızca Dərəliyəzdə, Naxçıvanda. Yura harda oldu? Yura olacaq yüksək dağlıq hissələrdə, Böyük və Kiçik Qafqazın yüksək dağlığında. Təbaşir isə olacaq harda? Orta dağlıq ərazilərdə. Daha sonra keçdik Paleogen, Kaynozoyun Paleogen dövrünün süxurlarına. Paleogen olacaq Talış dağlarında, daha sonra olacaq Naxçıvanda, Şahdağ silsiləsində və Abşeron, Qobustanda. Neogen dövrünün süxurları olacaq Abşeron, Qobustanda, daha sonra Qusar Maili düzənliyində, olacaq Ceyrançöldə, daha sonra olacaq Naxçıvanın yüksək hissələrində və Talışın da yüksək hissələrində. 4-cü dövr süxurları isə artıq olacaq düzən ərazilərimizdə. Samurdavəç ovalığıdır, Abşeron, Qobustandır, Küraz ovalığında, Lənkəran ovalığında və Naxçıvanın düzən ərazilərində. Yəni düzən ərazilərimizdə olacaq. Daha sonra vulkanik süxurlar vulkanik yayladadır və burada olanlar 4-cü dövrdür. Yəni antropogen. Naxçıvan və Talışda olan isə paleogen yaşlıdır. Kiçik Qafqaz və Böyük Qafqazda olan isə hansıdır? Mezozoy yaşlıdır. İndi isə gəlin tektonik zonalara baxaq. Respublikamız 5 tektonik zonaya ayrılır. Ümumiyyətlə Respublikamız seismik cəhətdən aktivdir. Ön Qafqaz çökmə,
Daha sonra Böyük Qafqaz qalxması, Kür çökmə zonası, Kiçik Qafqaz qalxması və Araz-Cavan platforması. Gəlin burada da baxaq. Baxın, Ön Qafqaz çökməsi, Böyük Qafqaz qalxması, daha sonra Kür çökməsi, Kiçik Qafqaz qalxması, Kiçik Qafqaz qalxmasından Naxçıvanın Yüksək Dağlığı və Talış dağları aiddir və Araz-Cavan platforması və yaxud da Araz əyilməsi deyə bilərik. Daha sonra, indi isə gəlin bura hansılara aiddir, onlara nəzər salaq. Ön Qafqaz çökməsinə aiddir Şollar düzü, Samurdəvəki ovalığı və Qusar maylı düzənliyinin bir hissəsi. Böyük Qafqaz qalxmasına aiddir Böyük Qafqazın cənubu və şimal şərq yamacı, Abşeron Qobustan və Qusar maylı düzənliyinin böyük bir hissəsi. Kür çökəkliyinə aid olacaq Qanı-Xəyri çay, Acı-Nohur Ceyrançölü ön dağlığı və bütövlükdə Kür-Araz ovalığı. Kiçik Qafqaz dağlarına bütün Kiçik Qafqazın dağları, eyni zamanda bayaq da dedim ki, burada Naxçıvanın dağları və Talış dağları bu zonaya aiddir. Araz-Cavan platformasına isə Naxçıvanın Arazboy düzənlikləri aiddir ki, bu düzənliklərdə Sədərək, Şərur, Böyükdüz və Naxçıvan düzləridir. Ümumiyyətlə, respublikamız seismik cəhətdən aktivdir və respublikamızda güclü zəlzələlər olmuşdur. Ən güclü zəlzələlərin baş verdiyi ərazi Şamaxı zonası, Kiçik Qafqazın Gəncə zonası və Naxçıvanın Qapçıq zirvəsidir ki, bu ərazilərdə zəlzələnin gücü 8-9 bala qədər olur. Bundan başqa Kür-Araz ovalığında, Abşeron Qobustanda, Qusar maylı düzənliyində də zəlzələlər olur ki, bu zəlzələlərin də gücü 7 ballıq şkalaya aiddir. Bundan başqa son zamanlar İsmayıllıda, Ağdaşda, Zaqatalada 6-7 bala qədər zəlzələlər olmuşdur. Respublikamızda tektonik zonalar qırılmalar vasitəsilə. Baxın, bu tektonik zonalar qırılmalar çatlar vasitəsilə keçir ki, həmən bu qırılmalar olan hissələrdə mineral sular, mineral bulaqlar səthə çıxır. Bugünkü dərsimiz bu qədər. Növbəti dərsdə isə biz respublikamızın faydalı qazıntıları, respublikamızın endogen və eksogen relyef formalarını öyrənəcəyik.